çay yarpaqları, qızılgül yarpaqları, tütünlər, siqar yarpaqları. Biz gedirik qəlyan dükanından qəlyan qarışımı almağa. Nəyə görə qəlyan qarışımı deyirəm, qəlyan tütünü demirəm? Çünki qəlyanda qarışım tək tütündən ibarət deyil. Qəlyanda deməli qarışımlar nələrdir? Çay yarpaqları, qızılgül yarpaqları, tütünlər, siqar yarpaqları. Tütünlərin özü 3 yerə bölünür. Virginia, Oriental və Burley. Çay yarpaqlarından misal olaraq tütünlərdən deməli Tobacco, Hook, Brusco. Qızılgüldən misal olaraq Brusconu göstərə bilərəm. Virginia'dan misal olaraq hamının tanıdığı şərbətli, Elfakir, Starline. Burley'dən misal göstərmək olar Musgrave, Darkside, Element, Blackburn, Tangiers və bunu saymaq olar. Oriental hal-hazırda çox istifadə olunmur. Siqarda isə misal göstərmək olar Vetonu, Bonçu və Dogmanı. Növbəti video tütünlər haqqında məlumat daha çoxda olacaq. İzləmədə qalın.